اللهم صل على محمد وآل محمد. Bismillahirrahmanirrahim. Ümumiyyətlə, imamların üzərimizdə böyük haqqı var. Hər bir imamın. Lakin dövrün və tarixi şəraitin təsiri ilə İmam Baqir əleyhissalamdan və İmam Cəfər-i Sadiq əleyhissalamdan çoxlu elm yayılmışdır. Bu cəhətdən onların üzərimizdə olan haqqı daha böyükdür. Baqir sözünün mənası nədir? Elmin dərinliklərini yarıb, onu üzə çıxaran, onu izhar edən, aşkar edən. Səfinə adlı bir şəxs var idi. Rəvayət Səfinəyə isnad edildiği üçün adlanır Rivayətu Səfinə. Səfinənin rəvayəti. Səfinə Cabir bin Abdullah Ənsaridən nəql edir. Cabir bin Abdullah Ənsari buyurur ki, Resulullah belə buyurdu. Ey Cabir, tezliklə sən elə bir zamana çatacaqsan ki, Hüseynin nəslindən olan, adı Muhammed olan övladımla görüşəcəksən. Yəbquru ilməd-dini bəqrən. O elə bir şəxsdir ki, dini elmi dərinliklərinə qədər yarıb üzə çıxarır. Fəizə ləqitəhu, elə ki onu gördün, fəqrəuhu minnis-sələm, məndən ona salam deyərsən. Cabir bin Abdullah Ənsari uzun ömürlü bir sahabə idi. Resul-i Əkrəmin digər sahabələri dünyasını dəyişdi, amma o qalmışdı. Və Peyğəmbərimizin salamını İmam Baqir əleyhissalama çatdırdı. Necə, nə cür? Axırda inşallah deyəcəm o barədə. Salavat zikridir. Muhammed və Ali Muhammed. Əhl-i Beyt imamlarının hər biri pak qucaqlarda böyüyüblər. Pak sülblərdə və pak bətinlərdə olublar. İmam Hüseyin əleyhissalamın ziyarətnaməsində belə bir ibarə var. Əşhədu ennəkə, şəhadət verirəm ki sən, ya Hüseyin, fil əsləbi şamixə, nəcib sülblərdə idin, vəl ərhamil mutahhərə və pak bətinlərdə idin. Əmirül müminin əleyhissalam əsləbi şamixə, nəcib sülbündə, İmam Hüseyin əleyhissalam onun nəcib sülbündə və pak bətində xanım Fatimətü Zəhra salamullahi aleyha. Həmçinin İmam Baqir əleyhissalamda. Nəcib sülbdə İmam Səccad əleyhissalam və pak bətində idi. O pak bətin, yəni onun anası kimdir? İmam Həsən-i Müctabanın qızı Ummu Abdullah'dır. Bəli, İmam Baqir əleyhissalamın anası İmam Həsənin qızı Ummu Abdullah. Necə bir xanım idi o? Çox böyük əzəmətə, məqama sahib olan bir xanımdır. İmam Baqir əleyhissalam anasının əzəmətinə işarə edir. Onun o işarəsi anasının məqamının əzəmətinə açıq aydın bir dəlildir. Buyurur ki, anam bir divarın kənarında oturmuşdu. Birdən divar çatladı və biz şiddətli bir səs eşitdik. O əli ilə işarə etdi və dedi, xeyr, Mustafa'nın sallallahu aleyhi və alihi və səlləm Mustafa'nın haqqına and verirəm ki, sənə yıxılmağa
icazə vermərəm. Divar yıxılmaq üzrə idi. Ummu Abdullah, İmam Baqir əleyhissalam bu səhnəni görüb anasının bu davranışını. Ummu Abdullah işarə elədi, bu sözü dedi. Həzrət buyurur ki, divar havada asılı qaldı. Və oradan keçib gedənə qədər yerə düşmədi. Bu hadisədən sonra atam 100 dinar sədəqə çıxartdı. Qorxudan yox ha, bəlanın tam dəf olunmağı üçün Allah-u Teala'ya şükür etmək niyyəti ilə. Bu bir adabdır, ədəbdir. Hədislərdə də gəlibdir, sədəqə bəlanı uzaqlaşdırar. Atam 100 dinar sədəqə çıxardı. İmam Həsən-i Müctəbanın qızı Ummu Abdullahın əzəmətinə elə bu hadisə açıq bir dəlildir. İmam Baqir əleyhissalam yeganə şəxsdir ki, həm ata tərəfdən və həm də ana tərəfdən Həzrəti Əmirul Müminin Əli əleyhissalama və Həzrəti Siddiqi Tahirə Fatimətü Zəhraya yetişir. Həzrət buyurur ki, divar yıxılmadı, düşmədi. Düşmə yalnız Allah-u Teala'nın izni ilə olur. Bir yarpaq belə Allahın izni olmadan düşməz. Qufeylə namazında oxuyuruq da o ayəni. Ən'am surəsi 59-cu ayə. وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ Bir yarpaq belə düşməz. İllə ya'ləmuhə Yalnız Allah-u Teala'nın elmi əhatəsində düşə bilər. Allah-u Teala'nın izni ilə düşər. Bu divar da yıxılmaq üzrə idi. Allah-u Teala izin vermədi. Niyə? Çünki Rəbbimizin o xanıma xüsusi bir inayəti var idi. Ona görə yıxılmadı. Rəbbimiz onun düşməsinə, yıxılmasına icazə vermədi. Hətta nəvəsi İmam Sadiq əleyhissalam, İmam Baqirin oğlu. Ummu Abdullah da onun nənəsidir. İmam Sadiq əleyhissalam həmin Ummu Abdullahın İmam Baqirin anası barəsində belə buyurur. Kənət siddiqətən. O siddiqə idi. Siddiqə qısa şəkildə desək, tam doğruluq sahibi idi. Əqidə baxımından, nitq baxımından, davranış baxımından, hər cəhətdən tam doğruluq sahibi, tam doğru olan bir xanım idi. Sıravi bir məqam deyil ha. Allah-u Teala Quranda buyurur ki, onlar siddiqlərlə birlikdə olar. Kimlər? Allaha və onun Rəsuluna itaat edənlər. Yaxşı, Allaha və onun Rəsuluna itaat edənlər kimlərdir? Möminlərdir də. Allah-u Teala buyurur, o möminlər siddiqlərlə birlikdə olar. Yəni, siddiq ayrıcı olaraq əzəməti ilə yer alır. İmam Sadiq əleyhissalam buyurur, Ummu Abdullah siddiqə xanım idi. Arxasıca buyurur, Lən yudrək fi əli Həsən İmra'atun misluhə. Onun kimi Həsənin ailəsində bir xanım yoxdur. İmam Baqir əleyhissalam belə bir pak bətində yetişibdi. Yaxşı, gəlirik Cabir bin Abdullah Ənsarinin İmam Baqir ilə görüşmə səhnəsinə. İmam Sadiq əleyhissalam buyurur ki, Cabir bin Abdullah Ənsari Allah Rəsulunun sağ qalan sonuncu səhabəsi idi. Və o əhl-i beytə tam bağlı idi. Özünü bütünlüklə əhl-i beytə həsr etmiş bir şəxsidir. Bu deyilənlər Cabir bin Abdullah Ənsarinin şəxsiyyəti. Həm Peyğəmbərin sahabəsidir, həm Mevla Əmirul Müminin həqiqi şiyyəsidir. Bütünlüklə özünü əhl-i beytə həsr edib. Görəsən, bugün biz Cabir bin Abdullah öz imamına özünü bütünlüklə həsr etdiyi kimi
bizlər də İmam Məhdi əleyhissalama Əccalallahu fərəcuhu şərif bütünlüklə özümüzü ona həsr etmişik. Etməmişiksə Allah bizi İmam Baqir əleyhissalama xatir edən şəxslərdən qərar versin. Bu şəxs Mədinənin küçələrinin birində İmam Baqir əleyhissalamla rastlaşır. Buyurur ki, ya qulam, mən əntə, ey qulam, qulam yəni oğlan, ey oğlan sən kimsən? Cabirin bu sualından görsənir ki, İmam Baqir əleyhissalam az yaşlı idi. Ona görə deyir, ey oğlan sən kimsən? İmam Baqir buyurdu, İsmi Muhammed ibn Ali ibn Hüseyin. Mənim adım Muhammeddir. Rəvayətdə deyilir ki, Cabir onu gördükdə dedi, ey oğlan, yaxın gəl gələm. İmam da ona yaxınlaşdı. Sonra Cabir dedi, indi geri dön gələm. Cabirin bu hərəkətinin bir hikməti var. Görsün ki, Rasulullah sallallahu aleyhi və aleyhi və səlləmin dedikləri bunda var ya yox. Dedi, sonra arxaya dön. İmam Baqir əleyhissalam da arxaya döndü. Yenidən sonra geri döndü. Cabir dedi. Görün nə deyir? And içir. Cabirin canı əlində olan Allaha and olsun ki, bu Allah Rəsulunun şəmailidir. Şəmail yəni görkəmi və xüsusiyyətləri ilə Allah Rəsulunu xatırladır. Və bildi ki, İmam Baqir əleyhissalamdır. Sonra imama buyurdu. Dedi, bi əbi və ummi. Atam, anam sənə fəda olsun. Əbukə Rasulullah. Sənin atan, demirəm babam. Sənin atan Allahın Rəsulu Muhammed sallallahu aleyhi və aleyhi və səlləm yuqri'ukə salam. Sənə salam göndərir. İmam Baqir əleyhissalam da bunu eşidəndə belə cavab verdi. Allahın Rəsuluna salam olsun, göylər və yer var olduğu müddətcə və sənə də ey Cabir, Allahın salamı olsun ki, onun salamını mənə çatdırdın. Sonralar nə baş verdi? Cabir İmam Baqirin yanından sizcə ayrılar, əsla. Özünü Əhl-i Beytə bütünlüklə həsr edən bir sahabə İmamı görəndən sonra ondan özünü ayırmaz ki, nə edirdi? Rəvayətdə deyilir ki, sonra Cabir onun yanına gəlirdi, İmam Baqirin. Onun qarşısında otururdu və ondan elm öyrənirdi. Bəzən Cabir Peyğəmbərdən eşitdiklərini danışarkən səhv eləyirdi. İmam da onu düzəldir, yadına salır, Cabir də bunu qəbul edir və əvvəlki sözünə qayıdırdı. Və daha sonra Cabir deyirdi, ey Baqir, ey Baqir, ey Baqir, 3 dəfə. Yəqin bu xitabının da bir hikməti var. Ey Baqir, ey Baqir, ey Baqir, Allaha şəhadət verirəm ki, sən uşaq ikən hikmətlə təmin olunmusan. Sən uşaq da olsan, Allah-u Teala sənə hikmət bəxş edibdir. Təəccüb edici deyil ki, Quran-ı Kərimdə Məryəm surəsinin 12-ci ayəsində Rəbbimiz buyurur, Bismillahirrahmanirrahim. Ya Yahya, ey Yahya, xuzil kitəbə bi qüvvətin. Kitabı, yəni Tövratı qüvvətlə əxz elə. Onun mənalarını dərk elə, qüvvətlə deyərkən. Qüvvətlə ondan yapış, onu götür, əxz elə. Və arxasıca Allah-u Teala buyurur, وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيَّ. Biz ona, Yahyaya uşaq ikən hikməti verdi. Necə ki, Yahya Peyğəmbərə Allah-u Teala uşaq ikən hikmət bəxş eləmişdi, eynən Həzrəti İmam Baqir əleyhissalama da uşaq olmasına baxmayaraq Allah-u Teala ona öz hikmətini əta etmişdi.
Rəbbimiz İmam Baqir əleyhissalama xatir elmin xəzinələrini qəlbimizə yaysın, elmin qapılarını üzümüzə açsın, Əhl-i Beyt elmindən və nurundan faydalanmağı bizlərə nəsib eyləsin.